da mam söz atma. Bütün gün sinəsi açıq, bədəni açıq oğlanları turkusu canlıda sən pis örnəksən, amma mən pis örnək deyiləm. Gəl sənin də yayım, sən özü yayımdan ağarsın, çox banı düşürsən divanın üstündə. Mən partlamıram, nəyinə partlayacağım, partiyan siz dərsiniz. Söz apar, söz getirən. Bütün günü oğlanları qaldırırsan, Allah'a şükür, hər şey də göz qabağındadır. Mənim də yayımım göz qabağındadır, sən də canlının göz qabağındadır. Mən özünü yığışdır, az söz at. Götürüb məni storiesində paylaşmışsan. Mənim sözüm deyirsən ki, ət tökən söz, görsən nətər yandırırsa, götürüb storiesində paylaşmışsan. Təkrar paylaşımlar vurmuşsan. Deməli, sana ləzzət eləyib. Kürsü, mən belə vurmuram təkrar paylaşım. Götürüb təkrar paylaşımlar. Mən səni storiesində paylaşaram. O yanındakına baxayım, danışıb prim vermə. Asla sizə gecə gündüz mən oturub izləyəm. Ördək nəfər yerim, ondan xəbərdarsınız. Mən gecə gündüz sizi güdmürəm, siz məni güdürdünüz. Tərbiyəsiz, hələ bir çox da mənə söz atır. Görün ikincini yeyim. Yeyim, yemeyim, yeyim, yemeyim, yeyim, yemeyim, yeyim. Yeyime düşdü. Niye patlayıram? Nəyinə? Sifətimdən qəşəkdir, boyumdan qəşəkdir. Allah'a şükür 100 kiloydu, 150 kiloydu. Getdi mədəsinə balonka qoydur, varıqladı, nə günə düşüb. Bir başındakı papağı çıxıb bir sıçama saçını görsün. Görsün nə, arada bir effektin gedir, buralarında qırış-qırış deyil sinələrin. Nə gündə adam baxanda iyrənir. Allah'a qarda bir effektin üzündən gedir, nəyə oxşuyursan ilahi. Gecə qabağıma çıxsan qorxaram, sağ olsun o bahalı tanannilər, sağ olsun TikTok'un effektləri. Onu biraz vursan. Getmişsən kosmetologa, çəkib səni qorxuda, baxmışıq nəyə oxşuyursan. Yanımdan yel dolu keçə bilmərsən. Yel. Baboş bu TikTok'da bir iz qoyub. Mədəniyyətindən, tərbiyəsindən, Allah'a şükür, sənin kimi oğlanları qaldırıb, pis hərəkətlər eləmir canlılarda. Deyir sizə, ailə izləyir, ailələr. Mənə çox maraqlıdır o kişilər. Qızlarınızı nətər qoyursunuz, uşaqlarınızı nətər qoyursunuz, baxır. Çox maraqlıdır da, həqiqətən çox maraqlı. Deyir sizə, ailəlikcə izləyirik. Nəyə baxırsınız ailəlikcə? Bir onu mağdiqim, nəyə baxırsınız? O canlıdan, partlamıram, mən partlamıram, siz o canlıda nə var qeyri-adi? Əxlaqsız yayınlarınız kəşfətdədir. Bütün gün əxlaqsız yayınları, kayıtları. Mən heç vaxt yanmıram, ayıq adam, yanan odur ki, heç nə olmasın. Allah'a şükür, baboş 2021'den TikTok'dadır, 2021'den de 5000-4000 yayınla. Nəyini paxılını çəkəcək? Bu dəqiqə röya canlaşdır, röyanın cansında 100 bin adam, 50 bin, 20 bin adam olacaq. Sözün demiş insandır röya. Demək siz kütlərlə, yenə de demək, kütlərlə ölçmünü hər şey. Gedər ay qız, bu gözəllik sada qalmaz. Bildin, Bakınka ilə məhəbbət çıxanda 20 bin, 30 bin insan baxırdı. Hani indi? Adəmlə dədəsi də çıxanda 20 bin, 15 bin, 20 bin insan baxırdı. Hani indi? Ona görə deyirəm, gedər ay qız, bu gözəllik sada qalmaz. Gedər ay, kütlər sada qalmaz. Kütlər də büyün təzədir. Büyün bu çıxır ona baxır, sərobisi çıxır ona baxır. Kütlərlə şeyin yəni. Əsas sevənlərin yanında olsun. Kütlər də boş orada xırıldamaqdan başqa nə qoyurlar ki? Onun üçün 2 gündə bir, mən özüm görsünüz ki, oturmuşam uşaqlar, mal söz atır. Arkadan əl çəkmir. TikTok'u yedim, bitirdim, əcəb elədim. Valla sənə çox qazanmır, amma sən mənə qat-qat çox qazanırsan. Mən yadıma gəlmir ki, sıralamaya ha vaxt düşmüşəm. Hər gün sıralamadasan. Biz səni bir gözün doysun. Qazancımı hesablayırsan. Yaxşı eləmişəm, xəşləməmişəm. Qəpiyimi üstəmə qoyub, evimi işimi düzəldir, oturmuşam rahat. İzləyicilərimə görə, pulumu dağıtmamışam. Sənin kimi gündə bir paltarla çıxmıram. Sənin kimi gedib demirəm, mən Targovdan ev axtarıram, Porte'dən ev axtarıram. Kiriyə. Mən bu sözü demişəm, tez yanıl, tez sönər. O havan bir gün elə alınacaq ki, yanıqlar ki verirsən,
Həm bir şey yadda saxla. O yanıqlar ki verirsən, tez alışan tez sönər. Bunu bilginən. Bu sözümü mən deyirəm, baba peçatını da qoyuram. Sən görərsən. Nəyinə partlayacağım ki? Nəyinə? Yaraşığımdan qəşəkdir, sifətimdən qəşəkdir. Yaşı məndən 5 qat çox deyil onun yaşı. Sağ olsun TikTok'un effektləri. Bayrama nə pişir, heç nə. Arıqladıq deyil, dərsi də sallanır, duranda görsənir. Nəyə yanaşamaz? Nəyə? Az baboş zəhmət keçdi, baboş toyuğucuma bax. Buna bax. Az baboş zəhmət keçdi, baboş əziyyət çəkir, onun kimi yeyib yatmış. Zəhmət keçdi baboş. Baboş yığır cücələri, toyuqları, ama evində saxlayır, böyüdür. Ne qədər cücələrim bax. Evində saxlayır, böyüdür, kəsir yeyir halalına, zəhmətindən. Hində cücələrim, burada cücələrim. Akşama kimi bunlarla mən. Sağa görə canlaşmıram, mən yoruluram. Başa düşən, məni bunlar yorur. Qapıdakı ördəklər yorur. Toyuğum cücəm yorur. Ona görə mən canlaşmıram. Evim eşim çiçək kimi, sənin kimi çıxıb divanda minokka vermirəm. Evim eşim çiçək kimi, bütün otaqlarım çiçək kimi. Qoy göstərim. Bütün otaqlarım. Silirəm, süpürürəm, aşağı təmizliyim. Göz önündədir təmizliyim, göz. Göz, buna bax, hər şey, otaqlar pırıl pırıl. Pırıl pırıl. Ha. Silirəm, süpürürəm, gəlin bir dənə toz tapsanız mane deyirsiniz deyin. Hamamı tapsa hər birinin işləyirəm. Çiçək kimi, çiçək. Bir otaqlarını göstərdən heç olmasa. Bəzənib düzəlib canlıya çıxmaqla deyil. Çiçək gibi. Təbrik edirəm. Oturmuşam, ay qadın alım. Canlı açıram. Heç kimdən işim yox. Başımı sarıb toyuğumu cücəmi saxlayıram. Vaxtım olanda canlımı açıram. Olmayanda açmıram. Mal söz soxulur, məni götür statusunda paylaşır. Gör necə maraqlıyam ha. Kim kimdən prim yığır, göz qabağındadır. Kütləyə mən baxmıram, kütlə büyüm var, səhər yoxdur. Mənim dolu kütlə. Olmasın onun qədər, hə, nə olsun? Mənim yayımım tərbiyəli yayımdır, göz qabağınızdadır. 2, 3. Çox yatırsan, nə olsun? Ürəyimi piyalıb yatıram, yuxumu gətirdir yatıram. Təzə gəlin, gəlinlik oluram, təzə bəy deyim. Qoy indi gəlin gedəm Türkiyəyə. Arxılayım gəlim, şok yaşayacaqsınız, şok. Deyəsiz bababışdır bu. Alacağım şikarlı bir oğlan, onsuz da yaraşıqlıyam, sifatışlıyam. Bir dənə kostumu, kalustuğu taxan kimi oluram yam yaraşıq. Bəziləri kimi sallanmamışam, ətim dərim sallanmayıb. Ha, göz qabağımda. Aa, bax, heç alım sallanmayıb. Bir dənə qarnımda, vəssalam. Ondan da fəxr eləyirəm. Kişinin qarnı olar. Siz püsürsüz. Bəziləri kimi valla sallanmamışam. Gedib mədəmə balonka qoyub, arıqladıb pis gün özümü salmamışam. Valla effektin belə olanda qaçır, İmam haqqı qorxuram. Gecə qabağıma tutsan qorxuram. Sağ olsun TikTok'un effektləri. Bir o başındakı papağı çıxart. Bir o başındakı papaq, bir caman saçını görsün. Bir dənə kuş yuvası qoymuşsan burada, çolka, sarı buruq-buruq. Var ki başında tükü. Mən bu sözümdən sonra sağ olsun gedib pariklərdən alıb qoyacaq başına. Yandakına bax elə, ona prim vermə. Baboş çıxanda sən baboş oturub baxırdın, Baboş çıxanda baboş oturub baxırdın, Ördəyə nətər yeyir, nə cür ördək pişirir, hamısını canlıda deyirdin. Sən də öyrüdün, ay Vəli, Vəli, Şəbdəli, qoltuğunda dəftəri, girdi bizim sinifə, oldu sinif nökəri. Sən də ördün mü ayazan ki, gedək Qubuya, Vilmanı yəni mən sağ vermədim, Yandakına bax, yallı. Heç bir dostun yoxdur, o bir dostun səndən nələr danışırdı. O yandakını da yal verirsən ona görə. Yallıysan ona görə yanında oturur. Sən tutulanda
storiesinde paylaşmışdı. Sevindiğinden ölürdü. Gör ne tür dağ çəkmisənsə, bir heç kimi tutulmağına bu ki sevinməz. Gör nə tür dağ çəkmisənsə, səni tutulanda deyir, ay Allah, gözəl Allahım, səsimi eşitdi. Çıxmayım, hələ bir məni götür storiesinde paylaşır. Kimlə prim yığır? Videolarımıza nasıl atmışsam mən saçma götür tekrar paylaşılmırsa, mən niyə vurmuram? Lazım olsa sənə prim yığarım da, mən də vuraram da, deyirəm bu tekrar paylaşılmırım, daha da millət görsün, daha da şey olsun, qalxsın. Mən niyə götür səni story'imdə paylaşmıram, elə şey edirsənsə? Tərbiyəsiz. Mən heç nə yandırmır. Evime işimi çiçək kimi eləmişim, indi duram hazırlaşım, gidelim, hazırlaşmışam deyib, çimib çıxmışam. Kulak çimiyə. Çıxıram şeyə, İstaloviyaya. Allah'a şükür, yayım o qədər ki, tərbiyəsizliklə yayım qaldırmaq çox asandır. Bir vaxtlar Ceysi, tərbiyəsiz sözlər danışırdı, canlısında 12 min, 13 min adam vardı. Yalan deyirəmsə, denən yalan deyirsiniz, ay əziz tamaşaçılar. İndi gördünüz, sağ olsun hökumətim. Pis yayın aparanlar, tərbiyəsiz sözlə danışanlara hamısında nəzarət var. Sağ olsun dövlətim. Pis tərbiyəsiz sözlə danışır, canlısında 15 min adam olurdu. Yadda saxlayın, həmişə tərbiyəsiz yayınlar aparan insanların canlısı çox olur. İndi gördünüz, söyüş tərbiyəsinin yayınında 100 nəfər adam var. Mən getmişdim, mən tərbiyəsiz hərəkətimlə getməmişdim ki. Mən ağzımdan dalaşmışdım, bir kuş çıxmışdı. Onu da Allah'a şükür. Hamımızın, necə deyərlər? Allah'a şükür, ağzımdan bir səhv söz çıxmışdı, üzrümü də istədim, cəzamı da çək. 2 dəqiqə burada baxsın, nəyinə çox deyəcəm, babasının da hər şey var da. Maşını da var, evi de var. Nəyinə çox deyəcəm, kütlüyə, yenə dedim, gedər ay qız, bu gözəllik sağa da qalmaz. Kütlədir də, elə bilsən həmişə oturasın, o kütlələr təzəsən. Bir müddət sonra görəşək. Ay piya, dünən mənə sözlər atır, başa düşürsən, indi götür mənim storiesində paylaşır. Mənə sözlər atır ki, mən yanıram, nəyinə yanaşam, qazanmalım. Tərbiyəsiz yayın aparmağına, başındakı sarı qıvırcığına yanaşam, yoxsa gözündəki ninzalara yanaşam. Bəli, sən pis örnəksən. Amma mən sənin kimi tərbiyəsiz yayın aparmıram. Mən açdığım yayın, kənd həyatıdır, çöləm həyatımə, toyuqlarımı göstərəcəm, evimdə işimdə yeməyimi pişirəcəm, göz qabağındadır da hər şey. Hər şey millətin gözü tərəzi deyil. Görsə səni qoymadılar gənciyə. Gəncə qalxdı ayağa. Ki bir üzdən ürək gənciyə gələ, konsertə gedə bilmədin, qoymadılar səni. Bir ondan bir danışda heç olmasa. Mənim storiesində zadına paylaşdıqlar, ona görə söz atdılar dünən yayınlarda zaten, məndən əl çəkmir. Yanındakı ayda deyir ki, kiri prim vermə. Baboş çıxanda sən yox idin. Sağ olsun, baboşdan oynayandan sonra qalxdın. Bəlkə yalandı. Ondan qabaq canlıda 2700-2500 adam olurdu. Baboşla qoşulanda baboşda 8000 adam vardı. Qoydular, getdilər sən tərəfə. Səhər parladın. Səhər oldum 15 min. Heç vaxt sənin 15 min olmurdum. Sağ olsun, baboş. Çinmişəm, üzümü qırxdım, saçımı qırxmışam, gönlükə şey olmuşam. Yup yumru insan, içi dolu mərcan. Yo, yup yumru fincan, içi dolu mərcan. Qəşəng, simpatişni. Bir başındakı papağı çıxart da, 45 yaşım var, 45. Sağ olsun TikTok'un efektləri. Getdin salona, səni salona çəkib qoymuşlar. Oo, insan nə qədər eybəcər olarsan. İnsan nə qədər eybəcər olarsan. Sağ olsun, dodaq şirli. Göz, ninza, kipriği tuşdu, üz, bahalı tanannelər. Üstü barədə effektə zırrıyırsan. Mən nə qalmışam? Bəlkə bir dodağıma bir yerdə estetik eləmişəm. Qulağım bax pələ. Burnum özümünkü, dodağım özümünkü, qaşım özümünkü, gözüm özümünkü. Təbii olmaq başqa şeydir. Səni kimdə olmaq istəmərəm. Deyirsən, sən mən ola bilmərsən, düz deyirsən, mən sən ola bilmərəm. Sənin yayının nəyinin təbliğatıdır. Onu bunu qaldırırsan da ancaq hamı da görür. Mənim yayımım tərbiyəli yayındır. Kənd həyatını mən
təmsil edirəm, kənd həyatını göstərirəm. Mənə baxa-baxa neçə dənə insanlar, sağ baxa-baxa nə öyrənəcək cəmaət. Mənə baxa-baxa neçə dənə ailə tüyüqtücə saxlayır. Qapısında mərdəkanda xanımlar var, ev sahibləri. Mənə baxa-baxa tüyüqtücü şəhər qadınları deyil, iş qadın. Mənə baxa-baxa tücələr alıb saxlayırlar, hinduşka saxlayırlar. Mən bunu təmsil edirəm. Sən nəyi təmsil edirsən? İdmançı oğlanları qaldırıb bunu təbliğ edirsən dana. Dilim də çöldə qalmayıb bütün günü hədiyyəyə, kartofa bir dillərimi çıxardım. Allah namuslu, qeyrətli bəylərimizi, əxlaqlı xanımlarımızı qorusun. Namuslu, qeyrətli xanımlarımızı, əxlaqlı xanımlarımızı qorusun. Vallah, deyirsiniz ailəlik gizləyirik. Mənə çox maraqlıdır onun, o ailəlicə deyən xanımların dədəsi nətər qoyur. Çox maraqlıdır da. Mənim şəxsən qızım olsa mən qoymaram elə yayınlara baxmağa. Nəyin təbliğatı gedir o yayında? İdmançı olanları qaldırıb. Da özünüz də bilirsiniz də, danışmaq belə istəmirəm. Mənim tərbiyəm ona yol vermir. Bir də ki, o balım düşürsən divanın üstündə. Nə var yayınında? Qaldırdığın insanların bəzi kasıfları aşağılayırsan, cəmiyyətə qarşı hörmətsizlik edirsən, budur yayımın. Vallah, harada kasıflar varsa onları əzirsən, aşağılayırsan, ağır sözlər deyirsən, idmançı olanlar da göz qabağındadır. Qaldırırsan ayağa, da mən danışmaq istəmirəm. Nəyinə baxır ailə? Hansı bir dədə qoyar qızı uşağına baxsın? Nəysə, burada da bitirirəm, həddini bil. Sən kim, mənə söz atmaq kim? Sən büyündüyün pırt deyib çıxımsan, amma mən 5 ildir ki TikTok'dayım. 5 ildir. Sən kimdə tərbiyəsiz yayınlar aparıram. Cəmaət mənim tərbiyəmdən, mərfətimdən danışır ki, baboş zəhmətkeş insandır, baboş bu boyda TikTok'a girir, sürü hündüşka saxlayır, tüyoq saxlayır, cüzə saxlayır, otur evində, işində, heç kimə söz atmır. Mənə ilk söz atan sən oldun. Cavabını da 5 qatına aldın. Sən idin mənə deyən Qubaya gedək. Sən idin mənə direktə yazan ki, PK-lar eləyək. Gördün, mən sana bir maniyə vermədim. Sən videolarımıza təkrar paylaşım vuran ki, cəmaət baxsın. Mən böyləm. Sən idin mənə gedən ki, çıx gəlib götürülsəli gedək Qubaya. Oraları kəsək, buraları kəsək. Allah şükür, bir dəfə sağ yaltaqlanmamışam. Bir dəfə sağ gəlib canında hədiyyə atıb, deməmişəm məni qoş. Sən mənə deyən ki, gəl PK eləyək. Xeyr, şirin danışmır. Dursun, düşüncən ora qədərdir. Savadın ora qədərdir. Pisləmir səni. Məni pisləyir. Niyə pisləmir? Məni paxıl deyə qələmə verir. Güya mən bunun xainlığını çəkirəm. Heç vaxt. Çünki mənim hər şeyim var artıq. Mənim bir dənə yoldaşım yoxdur, ailəm yoxdur. Məni paxıl deyə qələmə verir. Məni pisləyir. Dal-dalığında danışır. Mənə çatdırıblar. Bu bir. Şirin danışmır. Gör nə qədər savadsız qızsansa, deyirsən ki, şirin danışır. Şirin danışmır. Ən əsas tərbiyəsizliyi təbliğatını aparır. O harada şirin danışır? Söyüş deməyə vaxtdan şirin danışmaqlardır. Bir də hünər var, mənə canında söz atsın o. Ay kızlar, mən ona söz atmırdım. Məni götür storiesində paylaşır. Götürür, xain zat deyil, mən aşağılayım. Xain o insan olar ki, onun iş nəyi olmasın. O qazanan, Allah'a şükür, şirlərim də gəlibdir, universalım da gəlib. Siz niyə belə şey danışırsınız ki, iki tərəfli oynuyorsunuz, başa düşürsünüz. Vaxt gələcək, onun da yanında olmayasınız, başa düşdünüz. Vaxt var da məni pisləyirlər, mənim üstündən, məni müdafiə edirdiniz, yadınızdadır. İndi olur da, kim bu TikTok'da əbədi qalır ki? Heç kim. Hər aşıqın bir dövran olur. Allah'a şükür 5 ildir TikTok'dayım, 5 ildə də yüksək yayınlarla. Bəlkə canım bir dəfə düşüb 500 nəfərə? Yox. Hem bir şey, 5 ili, 5 il. Bir görüyor, bir 8 ay geçenden sonra bir görüyor, o kadar kütlü olacak onda. Təzədir. Tez parlayan həmişə tez sönür. Qəfildən qalxan tez sönür. Mən yavaş-yavaş qalxdım. Bir dəfə oldum 200, bir dəfə oldum 300, bir dəfə oldum 500. Yavaş-yavaş qalxdım. Tez parlayan tez sönür. Bunu deyirəm, peçatında qoyuram. Tez parlayan tez sönür. Tez alışada tez sönür.